Salam əziz həmkarlar. Sinif otağı bəzən canlı və idarə edilməsi çətin bir səhnəyə bənzəyir, elə deyilmi? Qarşınızda fərqli xarakterləri, bacarıqları və ehtiyacları olan onlarla şagird var. Dərs sadəcə quru məlumat ötürmək deyil. Əslində bu, çox incə və peşəkar bir psixoloji idarə etmə sənətidir. Bugün biz müəllimlər üçün xüsusi olaraq hazırlanmış pedaqoji diaqnostika bələdçisini və praktiki ekspert həllərini incələyəcəyik. Mən də bir həmkarınız kimi bu vacib məlumatları sizinlə detallı şəkildə bölüşəcəyəm. Gəlin dərsimizi necə daha ustalıqla idarə edə biləcəyimizi birlikdə kəşf edək. Gəlin bugün nələri müzakirə edəcəyimizə qısaca nəzər salaq. Pedaqoji diaqnostika və 3 sütun, proaktiv idarə etmə, emosional təhlükəsizlik, effektiv rəy və ən sonda dərsimizi dəyişdirəcək 4 qızıl pedaqoji transformasiya. Hazırsınızsa, vaxt itirmədən dərhal başlayaq. Birinci hissəmiz işin lap özəyidir. Pedaqoji diaqnostika və təməli təşkil edən 3 əsas sütun. Hər bir sağlam binanın olduğu kimi, bizim bu bələdçimizin də təməlində düz 3 əsas sütun dayanır. Birinci sütunumuz sinifin və davranışın idarə olunmasıdır. Yəni, məsələlərə proaktiv yanaşma, şagird məxfiliyini qorumaq və kəsintisiz bir intizam mühiti yaratmaq. İkinci sütun, emosional təhlükəsizlik və diferensiyasiyadır. Burada biz şagird ehtiyaclarının altındakı o gizli səbəblərin diaqnostikası və tam fərdi yanaşmadan danışırıq. Və nəhayət üçüncü sütun, effektiv rəy və fasilitasiya. Bura idraki dəstəkləyən inkişaf yönümlü rəylər vermək və düzgün sual-cavab arxitekturası qurmaq aiddir. Sinifdəki ən böyük peşəkar kompasımız elə bu 3 sütun olacaq. İndi isə keçək ikinci hissəyə. Proaktiv idarə etmə və davranış. Gəlin ilk case faylımızı açaq və görünməyən müdaxilələri real həyatda necə tətbiq edəcəyimizə baxaq. İlk case'imizə baxaq. Simptom. Dərs izahı zamanı arxa sırada 2 şagird pıçıltı ilə danışaraq diqqəti tədricən yayındırır. Çox danış mənzərədir, düzdür? Bəs belə halda müalicə və ya ekspert izahı bizə nə deyir? Dərsi dayandırıb ucadan irad bildirmək əslində dərsin axıcılığını pozur və yaranmış o kiçik problemə gərəksiz yerə bütün sinifin diqqətini çəkir. Bunun əvəzinə fiziki yaxınlaşma, yəni proximity metodundan istifadə edirik. Bu, ən effektiv və səssiz qeyri-verbal xəbərdarlıqdır. Dərsin tempini heç pozmadan izahınıza davam edərək sadəcə onlara doğru addımlayın. Çox sadə, amma nəticəsi inanılmaz dərəcədə təsirlidir. İkinci case, davranış idarə etməsindəki ən böyük tələlərdən biri haqqındadır. Bəzən ən təcrübəli müəllimlər belə fərqində olmadan bu xətaya yol verirlər. Problem ondadır ki, biz çox vaxt şagirdin etdiyi hərəkətlə onun şəxsiyyətini bir-birinə qarışdırırıq. Bu isə problemi həll etmir, sadəcə vəziyyəti daha da gərginləşdirir. Gəlin buradakı yanlış və doğru praktikaya yana-yana baxaq. Yanlış addım atdıqda, müəllim şagirdin mənfi davranışını bütün siniflə müzakirə edərək ictimai qınaq yaratmağa çalışır. Yəni, birbaşa şəxsiyyətə hədəf alır. Bu da avtomatik olaraq şagirdi aqressiya və müdafiəyə keçməyə sövq edir. Bəs doğru olan, yəni əsl müalicə nədir? Nəticə və rəy şagirdin şəxsiyyətinə deyil, birbaşa nümayiş etdirilən davranışa yönəldilməlidir. Alternativ taktika kimi isə heç bir irad bildirmədən şagirdə dərs prosesi ilə bağlı sual ünvanlayaraq onu yenidən fəaliyyətə cəlb edirik. Görürsünüz, şəxsiyyəti kənarda saxlayıb sadəcə hərəkətə və prosesə fokuslanırıq. Üçüncü hissəyə keçirik. Emosional təhlükəsizlik və diferensiyasiya. İndi o hərəkətlərin arxasında yatan həqiqi səbəblərə, icebergin görünməyən tərəfinə baxmağın tam vaxtıdır. Bu iceberg bənzətməsi məsələni ən yaxşı anladan vizuallardan biridir. Baxın, su üzərində gördüyümüz simptom budur. Şagird səhv cavablardan sonra suallardan yayınır və gedib evdə valideyninə "müəllim məni sevmir" deyir. Bu, sadəcə bir siqnaldır. Bəs əslində su altında nə baş verir? Orada akademik boşluqlar, verilən tapşırıqların uşağın səviyyəsinə uyğun olmaması və öyrənmə təhlükəsizliyinin yoxluğu yatır. Bəs bura üçün optimal həll nədir? Çox sadə. Şagirdin akademik çətinliklərinin səbəbini araşdırmaq və tapşırıqlar hazırlayarkən onun fərdi hazırlıq səviyyəsini mütləq nəzərə almaqdır. Uşaq o tapşırığı bacardıqca ona inam gələcək və müəllim məni sevmir düşüncəsi təbii şəkildə əriyib gedəcək. Beləliklə gəldik 4-cü hissəyə. Effektiv rəy və fasilitasiya. Sizcə də bizim seçdiyimiz cəmi bir neçə söz uşağın öyrənmə marağını ya tamamilə söndürə, ya da alovlandıra bilməzmi? Gəlin bunun mexanizminə baxaq. 4-cü кейsimizdə özümüzə verəcəyimiz çox vacib bir sual var. Hansı rəy öyrədir,
hansı rəy isə öyrənməni dərhal dayandırır. Təsəvvür edim, şagirdin qarşısına ya aşa bilməyəcəyi qalın bir divar hörürsünüz, ya da dırmaşıb yuxarı qalxması üçün rahat pilləkənlər qoyursunuz. Divar hörülməsi uşağa birbaşa hazır cavabı verməkdir. Pilləkən isə düşünməyə vadar edən doğru istiqaməti göstərməkdir. Fərq dəqiq misallarla daha yaxşı aydın olur. Effektiv olmayan rəy necə səslənir? Bu mərhələdə düsturu səhv seçmisən, burada sahə yox, perimetr düsturundan istifadə olunmalıdır. Bunu dedikdə uşağın beyni avtomatik fəaliyyətini dayandırır. Çünki düşünməyə heç nə qalmadı, hər şey siz dediniz. İndi isə konstruktiv rəyə, yəni o pilləkənə baxaq. Cavabında səbəbi göstərmisən, lakin nəticə ilə əlaqəni qurmamısan. Fikrini çünki buna görə quruluşu ilə tamamla. Görürsünüz fərqi. Biz burada uşağın əvvəlcə güclü tərəfini vurğuluyuruq, sonra isə sadəcə dayaq veririk ki, problemi özü həll etsin. Yəni, onların yerinə düşünmürük, sadəcə necə düşünəcəklərini göstəririk. 5-ci keysimiz tədrisin ayrılmaz bir hissəsi olan səhvlərlə bağlıdır. Gözləmə vaxtı anlayışı burada kritik əhəmiyyətə malikdir. Şagird səhv edəndə onun sözünü kəsmək əvəzinə dinləyin və sualı sinifə yönəldin. Yoldaşınızın fikrində maraqlı məqamlar var. Fərqli perspektivdən kim baxa bilər? Bu, uşaqlarda qorxusuz öyrənmə mühiti yaradır. Digər qızıl qaydamız isə ipsativ qiymətləndirmədir. Öyrənmə çətinliyi çəkən bir uşağı sinfin riyaziyyat dahisi ilə yox, yalnız və yalnız o şagirdin özünün keçən həftəki və ya keçən aydakı nəticələri ilə müqayisə edin. İnkişafı görməyin və dəstəkləməyin ən sağlam yolu budur. 6-cı keys bəlkə də hər gün rastlaşdığımız, amma fərqinə varmadığımız bir tələdir. Buna psevdo-açıq sual deyilir. Ekspert diaqnozu budur. Müəllim zahirən açıq müzakirə yaradır, lakin əslində ancaq müəyyən edilmiş doğru cavabı axtarır. Təsəvvür edin, böyük bir sual verirsiniz, uşaqlar fərqli və yaradıcı fikirlər səsləndirir, amma siz yox, o deyil, deyib beyninizdəki o bircə kəlməni eşidənə qədər onları sıxışdırırsınız. Bu, təəssüf ki, müstəqil təfəkkürü və tənqidi düşüncəni boğur. Əgər doğrudan da ancaq bir doğru cavab gözləyirsinizsə, bunun adı müzakirə deyil. 7-ci və çox vacib bir keys, təlimin memarlığı. Yaxşı, bütün bu öyrəndiyimiz idarə etmə və rəy bacarıqlarını bütöv bir dərs planında ardıcıl necə tətbiq edirik? Bunun üçün diaqnostikadan başlayan və dərsin icrasına qədər uzanan 3 addımlıq fundamental bir dövrəmiz var. Gəlin bu 3 mərhələni yaddaşımıza həkk edək. Birinci mərhələ – diaqnostik skan. Bölməyə və ya dərsə başlamazdan əvvəl uşağın harada olduğunu bilməliyik. Qiymətləndirmə sadəcə jurnala yazmaq üçün xal deyil, planlaşdırmamızın ən əsas xammalıdır. İkinci mərhələ – təməl inteqrasiya. Yəni, uşağı yeni mövzunu havadan düşmüş kimi təcrüd olunmuş şəkildə yox, köhnə biliklərlə əlaqələndirərək vermək lazımdır. Və üçüncü mərhələ – adaptiv və diferensial icra. Unutmayın ki, dərs canlı bir orqanizmdir. Dərs boyu etdiyiniz formativ müşahidələrə əsaslanaraq tapşırıqları real vaxtda uşaqların qavrama səviyyəsinə görə uyğunlaşdırın. Nəhayət gəldik sonuncu və ən maraqlı hissəmizə. 4. Qızıl pedaqoji transformasiya. Bura qədər öyrəndiyimiz hər bir şeyi ümumiləşdirib sabahdan etibarən sinifdə dərhal tətbiq edəcəyimiz bir master checklist, yəni yoxlama siyahısı yaradırıq. Budur o 4 qızıl transformasiya. Gəlin birlikdə nəzər salaq. Birinci, davranışda sərt ictimai qınaq və şəxsiyyətə hücum yox. Əvəzinə, proaktiv, məxfi və birbaşa səbəbə yönəlik müdaxilə edirik. İkinci, rəy vermədə səhvdir, doğru düstur budur deyib dayanmaq yox. Əvəzinə, şagirdə düşünməyə vadar edən, ona dayaq olan yönləndirmələr veririk. Üçüncü, gözləntidə hər kəs eyni tapşırığı eyni sürətlə həll etməlidir kimi utopik fikirlərə yer yox. Əvəzinə, ipsativ qiymətləndirmə və fərdi ehtiyacların diaqnostikasından istifadə edirik. Və dördüncü, müzakirədə şagirdləri süni şəkildə beynimizdəki cavaba yönləndirməyə yox. Əvəzinə, həqiqi açıq fikir mübadiləsi və tamamilə qorxusul öyrənmə mühiti yaradırıq. Budur əsl pedaqoji ustalıq. Bələdçimizin sonuna gəldik. Bu təhlili yekunlaşdırarkən mənbəmizdəki o ən vurucu və dəyərli fəlsəfəni olduğu kimi səsləndirmək istəyirəm. Mükəmməl dərs səhvlərin olmadığı dərs deyil, səhvlərin ən güclü öyrənmə alətinə çevrildiyi dərsdir. Yəni biz qüsursuzluq yox, inkişaf axtarırıq. Uşaqların xətaları bizə hara diqqət etməli olduğumuzu göstərir. İndi isə yekunda sizi çox qısa, amma dərin bir sualla baş-başa buraxıram. Sabah sinif otağına daxil olanda qarşılaşdığınız ilk səhvi necə bir öyrənmə fürsətinə çevirəcəksiniz? Fikirləşməyə dəyər. Bizə qoşulduğunuz üçün təşəkkür edirik. Növbəti pedaqoji kəşflərdə görüşənədək.